bəzi beynəlxalq yarışlarda da yaxşı nəticələr göstərib. Hətta Kiprı olimpiyadada da, Paris 2024 olimpiyadasında təmsil etmişdir. Hal-hazırda yenə güclü bir gimnastı izləyəcəyik. Harnosko Alina neytral ağ bayraq altında çıxışını nümayiş etdirəcək. Həmişə olduğu kimi Alina'nın bu səfər də gürcülərlə çox maraqlı bir kompozisiyası var idi. Lakin bəzi diqqətsizlik üzündən bəzi səhvlərə yol verdi. Hansı ki, bu onun nəticəsində böyük bir